Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə riyaziyyat video həll qrupuna paylaşdığımız 3 sualın izahına baxaq. MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər paylaşdığımız suallardan faydalana bilərlər. Və həmçinin qrupumuza qoşulmaq üçün bu nömrə ilə əlaqə saxlayıb qrupumuza qoşulub suallardan öncədən siz xəbərdar ola bilərsiniz. Eyni şəkildə MİQ imtahanına hazırlaşan müəllimlər üçün son 2 ay üçün sürətli şəkildə proqramları təkrar işlədiyimiz və sınaqlar, testlər işlədiyimiz WhatsApp onlayn dərs qruplarımız var ki, həmin dərs qruplarında qeyddən keçə bilərsiniz. Gəlin həmin sualların izahına baxaq. Deməli, bu sualların həllini qrupumuzda sualı Asma müəllimə qrupa paylaşıb və sual üçün bu şəkildə bir həllə də İrfan müəllim paylaşıb. Bu şəkildə həlli də öyrənmək üçün ekrana gətirmişəm. Bunu da yadda saxlayıb, istifadə edib tətbiq edə bilərsiniz. Mənim bu suallar üçün başqa bir yanaşmam var, onu göstərmək istəyirəm. Deməli, baxın, bu şərt verilir və bu şərti ödəyən elə bir funksiya düşünürük ki, həmin funksiyada deməli, bir-birlərindən çıxma zamanı sonda alınan cavabların bölməsi istifadə olunsun. Məsələn, baxın necə demək istəyirəm. Tutaq ki, loqaritma A əsasından B deyək, çıxılsın loqaritma A əsasından C deyək. Bu funksiyanı biz həll edən zaman sonunda nə edirik? Loqaritma A əsasından B böl C istifadə edirik. Yəni, B çıx C, sonunda B böl C-yə çevrilir. Yəni, bu şəkildə bir funksiya alınmış olur, deyə bilərik. Və indi həmin funksiyanı ödəməsi üçün də biz fx funksiyası üçün loqaritma A əsasdan fx funksiyası üçün loqaritma A əsasdan x funksiyası deyə müəyyənləşdirə bilərik. İndi buna baxaq. Yəni, fx bərabər loqaritma A əsasdan x-dirsə, bu ifadədə A-nı tapa bilməyimiz üçün bu şəkildə bilgi verilir və loqaritma A əsasından 4, o da bərabərdir 2. A-nın kvadratı da bərabərdir 4 alınır. A da bərabərdir. Normalda plus minus 2 alınır. Sadəcə loqaritma əsası mənfi olmayacağına görə elə birbaşa müsbət 2 olaraq götürdüm. Və verilən funksiyamız artıq hazırdır. Loqaritma 2 əsasından x oldu. Bizdən şərtdə f8 istənilir. f8-i tapmaq üçün də f8 bərabərdir loqaritma 2 əsasından 8. Bu da elədir 3. Buna bənzər növbəti bir sualımız var. Həmin sualda paylaşaq sizlərlə. İkinci sualımıza keçək. İkinci sual üçün də İrfan müəllimin həllini yenə ekrana gətirdim. Bu həlli də yadda saxlayıb tətbiq etmək istəyənlər üçün. Yəni, çoxumuz əslində bu formada yazırıq bu sualları. Sadəcə mən əlavə yol kimisi bunu demək istəyirəm. Kim istəsə tətbiq edə bilər. Deməli, bu zamanda bu sual üçündə, bu şərt üçündə elə bir funksiya düşünməlisiniz ki, bu funksiyada bir-birlərinin hasili qüvvətlərinin toplamı olmuş olsun. Yəni, tutaq ki, biz A-nın kvadratı vurulsun A-nın kubu yazsam, bu mənə A üstündə 2 üstə gəl 3-ü verər. Baxın, 2, 3 və sonda 2 üstə gəl 3. Yəni, deməli, biz əslində fx funksiyasının A üstü x funksiyası olduğunu müəyyən etmiş olaraq. Fx bərabərdir A üstü x funksiyası alındı. Deməli, gətirib burada yerinə qoyursunuz. F3 bərabərdir. A üstündə 3 bərabərdir 8 isə buradan A-nı 2 tapmış oluruq. A-nı 2 tapdıqdan sonra bizdən F7 soruşulur. O da bərabərdir A üstü 7, yəni A-nın yeni qiymətini artıq qoyaq. Bu da bizə verdi 2 üstü 7, yəni 128. Növbəti başqa bir sualımıza baxaq. 3 sual deyə qeyd etmişdik. Üçüncü sualımıza baxaq. Və bugün üçün son üçüncü sualımızı sizlərlə paylaşaq. Bu ifadəsini ala biləcəyi fərqli tam ədədlərin cəmi soruşulur bizdən. Deməli, mən bu ifadə faktorial ilə verib hesablamamız daha rahat getməsi üçün buna bir dənə m olaraq qeyd edək. Buna isə bir dənə n olaraq qeyd edək. Deməli, x çıxılsın m faktorial. Daha doğrusu m faktorial hissəsinə bütövlükdə m olaraq qeydləmişim. X çıxılsın m, o da çıxılsın x minus n. Belə bir ifadəmiz var. Və biz bu ifadədə ala biləcəyi fərqli tam ədədlərin cəmi. Yəni, biz bilirik ki, modul ifadəsinin 3 şərti var. Ya hər ikisi müsbət ola bilər, ya hər ikisi mənfi ola bilər, biri müsbət, biri mənfi ola bilər və biri mənfi, biri müsbət ola bilər. 4 halın 4-ünə də baxaq, 4-ünü də eyni şəkildə tətbiq edək. Birinci hal yazım,
ikinci hal, üçüncü və dördüncü hal olaraq qeyd edək. Və birinci halı həll etmək istəsək, birinci halda hər ikisi müsbət çıxsın, x minus m, çıxılsın x üstəgəl n, buradan x-lər gedir, qalır n minus m. İkinci hala baxaq. İkinci halda isə hər ikisi mənfi çıxsın, m minus x. Bu mənfi çıxanda qarşıdakı ifadənin mənfisi ilə toqquşur, x çıxılsın n olur. Buradan da bizə m minus n vermiş olur. Üçüncü hala baxaq. Üçüncü halda birinci müsbət olmuş olsun, x minus m. İkincini isə mənfi çıxardaq, yenə üstəgəl x minus n yazaq. Buradan da 2x çıx m, çıx n alınır. Dördüncü hala baxaq. Dördüncü halda hər iki, biri mənfi, biri müsbət. Birinci mənfi çıxsa m minus x, digəri müsbət çıxsa çıx x üstəgəl n olur. Buradan da m plus n çıxılsın 2x olmuş olur. Və bu alınan 4 ifadəni toplasaq, yekunda baxın, bunları toplasaq, özünüz də görürsünüz ki, hamısı bir-birlərlə islah gedir və toplam cəm bizə 0 vermiş olur. Növbəti suallarda görüşərək, hər ikisi olar.